Tanrı aşktır ama aşk kural tanımaz. Anneni sevmek zorunda değilsin. Siz heç bir şeyi canınız bahasına əldə etmək istədinizmi? Günlük həyat davam edir, iş, ailə, dostlar, zarafatlar. Ancaq o şey ağlınıza gəldiyi anda hər şey öz mənasını itirir və yerini boşluğa, can sıxıcı bir sızlamaya verir. Bugünkü mövzumuz Johann Goethe'nin Faust əsəridir. Əsər insan ruhunu, yaşamındakı mənanı dini referanslar üzərində olduğundan o gün olduğu qədər günümüzdə də bir o qədər aktualdır. Ancaq bu əsərə klassik mətn oxuma, simvolik izahlarla deyil, öz üsulumuzla nəzər salırıq. Əsər Tanrı və şeytan arasında meydan oxuma ilə başlayır. Bu qism səmavi dinlərdə olan Həzrəti Eyyubun hekayəsinin bir təmsilidir. Hadisə belədir. Rəbb şeytana dedi, qulum Eyyub haqqında düşündünmü? Yer üzündə onun kimisi yoxdur. O kamil və doğru bir insandır. Allahdan qorxur və pisliklərdən uzaq durur. Şeytan Rəbbə cavab verdi. Məyər Eyyub Allahdan səbəbsiz qorxur? Məyər sən onun ətrafına, evinin ətrafına və malik olduğu hər şeyin ətrafına qoruyucu bir sədd çəkməmsən? Onun əllərinin işinə bərəkət vermişsən. İndi əlini uzadıb malik olduğu hər şeyə toxun. O mütləq səni üzünə qarşı lənətləyəcəkdir. Rəbb şeytana dedi, budur, onun malik olduğu hər şey sənin ixtiyarındadır. Yalnız onun özünə əl uzatma. Bu hadisə Faust üzərindən təmsil edilmişdir. Faust gənc yaşına baxmayaraq tibb, fəlsəfə, məntiq, kimya, ilahiyyat kimi bir çox sahədə ustalaşmışdır. Faust oxuduqca cahilliyinin fərqinə varmış, bilgisi ona dəryada bir damla olaraq görülməkdə idi. Xüsusən ilahi bilginin yetərsizliyi onu dəli edirdi. Faust bir gün yolda qara bir fino iti ilə rastlaşır. İt onu təqib edir. Faust da onu evinə alır. Faust canının sıxıldığı anda müqəddəs kitabı tərcümə etmək üçün əlləşir. Öncə söz vardı. Bu ifadə Faustu qane etmir. O, öncə hərəkət vardı, deyərək ifadəni dəyişir. Tam bu anda fino iti şəkil dəyişdirir və şeytan Mefisto ortaya çıxır. Faust əvvəlcə Mefistodan qorxur, onu lənətləyir və qovmağa çalışır. Ancaq daha sonra Mefisto ilə bir razılaşma edir. Mefisto ona heç vaxt dadmadığı maddi və mənəvi həzz verərək beynindəki suallara cavab verəcəyini söz verir. Mefisto əvvəlcə ona fiziki həzlər və duyğular yaşadır. Faust bir gün Margarita adında bir gənc qıza aşıq olur. Mefisto çeşidli hilələrlə Faustu qıza yaxınlaşmasını Çeşidli hilələr səbəbilə Faustun olduğu Mefisto qədər Faustda duellada duyğular Margarita'nın qardaşı Valentini öldürdü. daha artığını əldə etməsi üçün Margarita'nın anasına Faustu verilən təşviq edir. yuxu dərmanı səbəbilə Margarita anası dünyasını dəyişir. Margarita isə hamilə qalmışdır. Anasının və övladının qətində ittiham edilərək zindana atılmış və ölümə məhkum edilmişdir. Ancaq Mefisto sonda istəyinə nail ola bilməz. Margarita'nın qəlbinin saf duyğuları səbəbilə ona, yəni Faust'a saf dua etmişdir. Və bunun nəticəsində Faust əfv və xilas olmuşdur. Əsəri oxuyarkən soruşulması lazım olan budur. Faustu şeytanla sözləşmə etməyə nə vadar etdi? Faust məşhur biri idi. İstər həkim olaraq, istərsə də ustad olaraq bilgisi və şöhrəti vardı. Dünyada onu təmin edəcək o qədər də çox həz yox idi. Dünyavi həzlərdən Faust razılaşmadan sonra qeyri-adi, əldə olunmaz bir şey istəməmişdi və onlara yaxınlaşmamışdı. Onu bu razılaşmaya sövq edən şey bilgi idi. Faust demək olar hər kəsə bilgisinin yetərsizliyini haykırırdı. Bilgi uğruna ruh çağırmış və şeytanla sözləşmə etmişdir. Amma niyə? İnsan duyğuları bilinməzlərə qarşı qorxu ilə reaksiya verir. Ölümdən qorxmağımızın ən böyük səbəbi bilinməzlikdir. Faust
bilinməzlik qarşısında özünü yalnız, çarəsiz və ürpərmiş olaraq hiss edir. Ona görə bilinməz dolaşmaq kozmosun qaranlığında başlı başına savrulmaq kimidir. Bilgimiz olmayan şeyə qarşı müdafiəsiz və yalnızıq. Bu yalnızlıq anında ən böyük sığınacaq çox zaman Ancaq Faust ilahi klassik xristian varlıqdır. teologiyasına inanmır. Buna görə də ilahi olan onun üçün daha çox və ən önəmli bilinməzdir. Bu bilinməzlik Faustu dəlilik həddinə gətirmişdir. Çünki insan bu dünyada yalnız buraxılmışdır. Bu yalnızlıq və özbaşınalıq bizi dəlilik həddinə gətirməməsi üçün fərqli şeylərlə özümüzü məşğul edirik. Əgər məşğul olmasaydıq, çəkdiyimiz ən böyük acıya qarşı kainatın laqeydliyini görərdik. Biz bəlkə də ən dözülməz ağrımız və sancımızla qıvranarkən dünya bizdən əvvəlkiləri olduğu kimi bizi də vecinə almaz və sadəcə axıb gedər. Bütün sənət əsərləri, kitablar, mətin və icadlar buna görədir. Dünyaya mən buradayam deyə səslənmək və bu yalnızlıq və özbaşınalıq quyusuna az da olsa işıq düşməsini təmin etmək. Ətrafımızda hədsiz bilgi, bu bilgiyə əsaslı hədsiz gerçəklik var. Ancaq bu fani həyatımızda cılız bilgi hüdudumuzla aşa bilmədik və əsla da bu çarəsizliyi yox edə bilməmək bəlkə də Bəs Tanrıya insan inanırsan? övladının İnanıram. tək gerçəyidir. Fəqət səni heç kilsədə görməmişəm. Günah çıxartmağa da gəlmirsən. Ah sevgili Margarita, nə qədər safsan. Üstümüzdəki səma, altımızdakı yer, milyonlarla canlı növü kimin əsəri ola bilər? Ağlımızla, qəlbimizlə, duyğularımızla hiss etdiyimiz halda hansımız mən ona inanmıram deməyə cəsarət edə bilər?